Birinci hissə Ağ Saray. Müsəlmanlar 4-cü xəlifə Əli İbni Əbu Talibdən sonra onun böyük oğlu Həsən İbni Əli ilə beyət etdilər. Şam əyalətinin valisi, özünü çoxdandır ki, müsəlmanların xəlifəsi görmək istəyən Əbu Sufyanın oğlu Müaviyə də öz üsyanına davam eləyərək bu dəfə də Həsən İbni Əliyə qarşı çıxdı. İraq və Şam qoşunları üz-üzə dayandılar. Vaxtilə İranda Sasani padşahlarının paytaxtı olan Mədain, xilafət tərkibinə daxil edilmiş və müsəlmanların mərkəzi hakimiyyətinin yerləşdiyi Kufə şəhəri ilə qonşu idi. Bir çox ərəb, əyan və tacirləri Mədaində məskunlaşaraq cəmiyyətin etnik tərkibini dəyişdirmişdilər. Ərəb və əcəm adlanan qeyri-ərəblər bir-birinə qarışmışdılar. Mədain, Hicri qəməri tarixi ilə 41-ci il. Şükürlər olsun Allaha. Buğda tarlası elə bil gənc qızlara bənzəyir, Əbu Səlim. Gör necə tərpənərək rəqs eləyib süzürlər. Halaldır sənə. Doğrudan da alın təri qızıl yarada bilirmiş. Su halal, torpaq halal, toxum halal, ağa səxavətli, rəiyyət razı. Allah qazı olduğu halda qızıldan başqa nə yarana bilər muxtar? Şam çəyirtkələri gəlib çıxmamış, dərhal biçinə başlamaq məsləhətdir. Bu mirvarı dənələrinin şeytanlara qismət olmasını istəmirəm. Bismillah. Gördüyün kimi biçinçilərin hamısı buradadır. Biçinə birinci özün başlasan yaxşı olar. İlahi kömək ol. İlahi, şükürlər olsun sənin nemətinə. Biraz quşlar, biraz malqara, biraz sürünənlər və bir qədər də torpaqdakı heyvanları nəzərə alıb səpdiyimiz bu taxılın hörmətinə. Gözü götürməyən paxılın canına qənim kəsilən və bədnəzəri kör eləyən bolluğun xatirinə səni and veririk bizə bəxş elədiyin duz çörəyə, tikansız, ələfsiz bu təmiz əkinə, möhtac və yoxsulları doyurtmaq naminə vacib buyurduğun xümsə və zəkata, bu məhsulu bərəkətli elə ey aləmlərin Rəbbi. İlahi, amin. Muhammed benim canımdır Ali. Biz gərək hem Ali hem Muhammed adına salavat zikreliyək. İshak, ehtiyatlı ol! Səs-küy salmayın. Sakit olun, yoxsa hürkəcək. Nə danışırsan Əbu İshak? Bu heyvan ziyan vericidir. Yer tapıb çıxmağını gözləsək, əkini tarimar eləyəcək. Əbu Səlim, onu çıxarmaq üçün bu tərəflə hayküy salıb gedin.
Muxtarın səsini Ehtiyatlı ol Əbu İshaq. Sənə ziyan vurmasın. Tarlamızı Canı it canıdır. Hə? Ay səni al. Al. Bilirsən mən qocanın sinəsinə necə dağ çəkib? Gör yeməkdə necə şişib. Bunu tikə-tikə eləmək lazımdır. Tikə-tikə. Al. Zərbi. Qabana atılan ox kimindir? Bu ilə mişleş üçün hətta 2 zərbə də azdı Muxtar. Ona 100 ox vurub deşik-deşik eləmək lazımdır. Al. Amma mən yalnız bir nizə atmışdım. Onda deyirsən ox qeybdən atılıb? Qılınc yerinə əlinə bel götürən pəhlivana salamlar. Gəncçi baba, sənə işçi lazım deyil. Lazımdır. Yəqin ki, qarğaları görürsən. Bu tarlanın müqavvası yoxdur. Müqavva olub qarğaları qova bilsən, yaxşı zəhmət haqqı ala bilərsən. Zireh, dəbilqə və qılıncını, bel, oraq və külüngə dəyişən şəxs mütləq pəhlivanlıq şücaətini də kəndli səxavətinə dəyişmişdir. Döyüşçünü müqavva ilə bir hesab eləmək insafsızlıqdır, Muxtar. Xoş gəlmisən, ey döyüş qəhrəmanı. Xoş günün olsun, bostan qəhrəmanı. Döyüş meydanında Muxtarın yalnız Kiyan adlı bir rəqibi var. Xoş gəlmisən, vəfalı dostum. Təşəkkür eləyirəm, mehriban ərəb. Heç bilirsən sənin üçün necə darıxmışdım. Mənim üçün darıxan ürəyin sahibi üçün mən də darıxmışdım. Gəl gedək. Bu ilki məhsul sevincim 1-ə 100 artdı. Haramdır ay Allahın bəndəsi. Haramdır müsəlman. Haram niyə olur axı? Əşeyi təti niyə haramdırsa, bu heyvan da ona görə haramdır. Bu qabanın yerinə it olsaydı, yenə də onun ətini yeməyə can atacaqdın. İt hara, qaban hara. Bu heyvan ancaq buğda ilə qidalanıb. Elə bir kök qoyundur. Əti də dərisi də xeyirlidir. Məsələn, nəyə xeyir var? İsti dərisi keymiş ayağı yaxşı eləyir. Əti isə beli möhkəmləndirir. Sən doğrudan İslamı qəbul eləmisən, yoxsa hələ atəşpərəst olaraq qalırsan? Niyə mübahisə eləyirsiniz, Zərbi? Bu qubat məni dəli eləyəcək Əbu İshaq. Onun könlünə qaban ətindən kabab düşüb. Ona nə qədər ayə və hədisdən sübut gətirsəm də qulaq ardına vurur. Bəh, pəhlivan Kiyan, səni gördüm gözümə nur gəldi. Xoş gəlmisən, İgi. Xoş günün olsun, Zərbi. Allah qüvvət versin. Ömrün uzun olsun. Kiyancan, sən bizim aramızda hakim ol. Qaban əti haramdır, yoxsa halal? Qubat, qaban ətinin faydası ilə yanaşı yedikdən sonra səni peşman eləyə biləcək ziyanları da var. Nə ziyanı var axı, git. Bağırsaqlarına qurt düşər. Bağırsaq ağrısı səni əldən salar. Yığılıb yumağa dönərsən. Doğrudan? İnanmırsan özün yoxla. Yox, igid. Yumağa dönməyə fikrim yoxdur. Verər itlərə, onlar yiyər. Allah ölənlərinə rəhmət eləsin. İnan ki, onunla mübahisə eləməkdən çənəm yorulmuşdu. Qaban ətini yesəydilər, bu torpağın bərəkəti yox olacaqdı. Zərbi, Əli oğlunun qoşun sərkərdəsinə layiq yemək hazırla. Baş üstə mənim ağam. Ey müsəlmanlar, yar Mühəmməd adına yar, salavat zikr eləyər. Mühəmməd övladlarına salam olsun. Həm Əli, həm Ali Mühəmməd adına yar, salavat zikr eləyək. Mühəmməd övladlarına salam olsun. Nuş elə, kəklik kababıdır. Hansı cəhənnəmdən gəldiyim səni maraqlandırmır? Deməsən də bilirəm.
Muaviyyənin qələbə çaldığı, Həsən ibn Əlinin məğlub olduğu döyüş meydanından gəlirsən. Elə bu? Yox ki, ya. Mən səninlə qardaşlıq əhdi bağlamışam. Küfədən Mədayinə gəlməyimin səbəbi sənə yaxın olmaq idi. And olsun Allaha, sənin telinin bir tükünü belə Küfənin Allahsız və kinli şeyxlərinə dəyişmərəm. Sən zirehini geyinib döyüşə yola düşmək istəyərkən sanki mənim belimi sındırdın. Həmin gün vidalaşdıqda səndən ölüm qoxusu gəlirdi. Sən olmadığın vaxtlarda hər gün 1000 dəfə səni görməyi arzulayırdım. Şükürlər olsun ki, salamatsan. Qardaşının çat-çat olmuş qanlı ürəyini görmürsən. Niyə soruşmursan ki, Peyğəmbər övladının yanında nələr görmüşəm? Mən elə getməmiş görmüşəm ki, ya. Görməmsən, Muxtar. And olsun Allaha, Küfəlilərin qənimət əldə eləmək üçün onun səccadəsini ayaqları altından dartıb apardıqları vaxt sən Peyğəmbər övladının tənhalığını görmədin. Küfəlilərin Əlinin canına qəsd eləmək istədiyi zaman mən imamın necə tənha və qərib olduğunu görmüşdüm ki, ya. Sən mənim kimi İraq ərəblərini tanımazsan. Muaviyyə və Əmir Az Küfəlilərin nadanlıq dəvəsinə minmişlər. Onlar oyunu Siffeyn döyüşündə tutdular. İraq, Əmir Asın hiləsi ilə Qur'anların nizələrə vurulduğu zaman fəth edildi. Dünən gecə xəvaricdən bir nəfər xəncərlə Peyğəmbər övladının ayağını yaraladı. Muxtar, əgər həmin xəncər zəhərli olsa, deməli imamın həyatı təhlükədədir. Ey səbir sahibi, bu bərəkətə and olsun bilirdim. Qoşun çəkməyin Küfəlilərə rüsvayçılıqdan başqa bir şey gətirməyəcəyini bilirdim. İmamı Küfiyə apardınız, yoxsa Sabbatdadır? Özünün göstərişinə görə onu Mədayinin Ağsarayına aparacaqlar. İmam buyurdu ki, məni Səid ibn Məsud Səqəfinin yanına aparın. Ora təhlükəsiz yerdir. Və o bizə xəyanət eləməz. Fəryada yetiş ya Muhammed. Fəryada yetiş ya Muhammed. Fəryada yetiş ya Muhammed. Yenə kimsə ölür? Deyəsən ərəb rəhbərlərindəndir. Görəsən nə olub? Görünür məğlub olublar. Onlar İraqa hücum eləmişdilər. Mədayini niyə zəbt edirlər? İraqı bəlkə də, amma Mədayini yuxuda görərlər. Fəryada yetiş ya Muhammed. Fəryada yetiş ya Muhammed. Xəlifə, Həsən ibn Əlidir. Deyəsən dünən Sabbatda onu yaralayıblar. Fəryada yetiş ya Muhammed. Fəryada yetiş ya Muhammed. Fəryada yetiş ya Muhammed. ərəblər xəlifə öldürməyə Ya Muhammed. adət eləmişlər. Bu da ərəbləri öldürmək üçün yaxşı bəhanədir. Vaveyla! Vaveyla! Peyğəmbər nəməsinə sahib çıxın, ey Mədayın əhli! Əli düşmənlərinə qarşı qiyama qalxın! İmdadı yet, ya Muhammed! İmdada yet ya Muhammed. 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 Axmaqların məqsədi qiyamdır. Əgər tədbir görülməsə, boyaqçının axmaqlığı Mədayinin altını üstünə çevirəcək. Gəlin, yaxınlaşın. Əla mallarım var, yaxınlaşın. Malların təzədir? Hamısı təzədir, hamısı. Anlatmırsan ki? Orada nə olub elə? Xəbərim yoxdur. Nə baş verib? Bilmirəm. Deyəsən yenə kimsə ölüb. Doğrudan?
Gələn kimdir? Xəlifədir. Yaralayıblar. Deməli, xəvariclər dediklərini elədilər. Muaviyə tələyə düşdü. Qaldı Əmir İbn Əs. Sən nə danışırsan? Muaviyə Dəməşq şəhərində eş-işrətlə məşğuldur. Bu gördüyün yaralı isə Həsən İbn Əlidir. Ay Malik, gəl köməklə. İndi gəlirəm. Eşitdiyimə görə Muaviyə Əloğlunun başını gətirənə 1000 şam dinarı və qızlarından biri ilə evlilik söz verib. Ciddi deyirsən? Əlbəttə. Əli oğlunun başı belə qiymətlidir? Sənin heç hesabın yoxdur. Xəlifəni niyə Kufaya aparmadılar? Nə deyim axı? Görünür Mədain Kufədən daha təhlükəsiz yer imiş. Nə qədər də olmasa Mədain əcəmləri qəbilələr yurdu olan Kufədən daha münasibdir. Sənə demədim ki, belə bir vəziyyətdə Şamlıların Mədainə hücum eləməsinə ehtiyac yoxdur. Onsuz da sabahdan Mədaində ərəblərcən bir-birini qıracaq. Çox heyf. Alverimiz təzə qızışmağa başlamışdı. Ey cənnət cavanlarının ağası, qədəmlərinizə qurban olum. Necə əziyyət çəkdiyinizi eşitmişəm. Yaxın və uzaq sərkərdələrinizin Muaviyyənin qızıllarına aldanaraq sizə necə xəyanət elədiyini duydum. Üzləri qara olsun. Sərvərim, mən Səd İbn Məsud Səqəfiyəm, Mədainin rəhbəri. Mənim yanıma gəldiyin üçün xeyli məmnunam. Gözümüzdə yeriniz var. Mədainin ağ sarayını öz pak vücudunuzla zinətləndirin. İmamımız çox qan itirib əmir. İmama zərbə vuran məlunun xəncərinin zəhərli ola biləcəyindən qorxuruq. Bacarıqlı bir həkimə ehtiyacımız var. Nə qədər ki fürsət əldən verməmişik, bir əlac eləyin. Təbib və yatağın hər ikisi hazırdır sərkərdə. Gəlin. Neynirsən ay müsəlman? Niyə qışqırırsan ay sərkərdə? Qorxudan az qala əlimi kəsəcəkdim, nə olub? Üzr istəyirəm, bağışlayın həkim. Mən özümdə deyildim. Bir anlıq siz gözümə əmin məlun kimi görsəndiniz. Sizin biraz istirahətə ehtiyacınız var. Biraz dincəlsəz, biraz da təvəkkül etsəz yaxşı olar. Allah necə məsləhət bilirsə, o da olacaq. Bəli. 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 Əlbəttə. Sən bura niyə gəlmisən Kiyan? Bura məni təhqir eləməyə, yoxsa vəfalı olduğunu göstərməyə gəlmisən? Ərəbin yatmış aslanını oyatmağa gəlmişəm. Sən ərəblərin qeyrət rəmsisən Muxtar. Bura qeyrət dənizini coşdurmağa gəlmişəm. Mən neyniyə bilərəm ki? İmamın yanında olmalısan. İmam tənha qaldığı vaxt buğda çuvalı və saman tayası barədə düşünmək Muxtara yaraşmaz. Siz gördüydünüz, əlinizdən nə gəldi? Sən özünü mənim kimlərlə müqayisə edirsən, Əbu İshak? Sən Muxtarsan. Əbu Übeyd Səqəfinin oğlusan. İranı fəth eləyən sərkərdənin oğlu. Əbu Übeyd Səqəfin adı gələndə təzim eləməyən bir ərəb tanıyırsan?
Sən hara, mən hara? Milliyyəti ərəblər tərəfindən bəyənilməyən bir İranlıdan hansı möcüzəni gözləyirdin Muxtar? Salman Farsinin xəndək möcüzəsini. Sən Peyğəmbər övladının yanında yeni bir Salman ola bilərdin. Bugünün ərəbi ilə Peyğəmbər dövrünün ərəbi çox fərqlidir Muxtar. Ha, elə isə boş yerə daşa mismar vurmayaq. Bugünün ərəbi üçün Əbu Übeyd Səqəfinin adsanı heç nədir, heç nə. Xeybəri fəth eləmək və Zülfüqara sahib olmaqdan da məşhur adsan istəyirsən? Bu insanlar Peyğəmbərin əli kimi kürəkəni və əmsi oğluna rəhm eləmədilər. Şamın qızılı, qiymətli daşları İraqlıların ağıl və dinlərini əllərindən alıb, axsaq, əldən düşmüş bugünkü küfəli mənim kimilərin hoş-hoş etməsiyle özünə gəlməz. Get. Get. Mən fərsiz bir döyüşçü olmaqdansa yaxşı əkinçi olaram. Muxtar! Cihan! Biz bu barədə çox danışdıq və bir qərara gələ bilmədik. Dostluğumuz öz yerində. Yollarımız ayrıdır. Muxtar, vəfasız dostdansa cəfakeş düşmən yaxşıdır. Düşmənin oxu cismə, dostun oxu isə ürəyə sancılır. Əli övladının tənhalığı Cərrah İbn Sənanın vurduğu xəncər yarasından daha öldürücüdür. Gəlmişdim ki, dostluğumuz və qardaşlığımız xatirinə səndən birləşək. Tənha qalmış imamımızın köməyinə, yardımına tələsək. Əfsus. Əfsus. İmdada yet ya Muhammed! İmdada yet ya Muhammed! Qardaşlar! Qardaşlar! Hardasan ey mübarək dişi sınmış Muhammed? Hardasan ey başı yaralı Mürtəza? Hardadır qabırğası sınmış Zəhra? Yaxanıza əl qatın, qan ağlayın, başınıza torpaq dökün. Niyə Peyğəmbər övladlarının ürəyinə belə dağ çəkirlər? İmdada yet ya Muhammed! İmdada yet ya Muhammed! İmdada yet ya Muhammed! İmdada yet ya Muhammed! Qulaq asın, qardaşlar. Qulaq asın. İmamımızın tənha qalıb yaralanmasına heç bir novhə bağlaşma məlhəm olmayacaq. İmamın qoşunun ön cərgəsində duran və növbə ilə Muaviyyənin qızıllarının əsirinə çevrilən həmin şəxslər özlərini Əli şiyəsi adlandırırdılar. Peyğəmbər övladı ilə bir yerdə beyət eləyib, onu döyüşməyə səsləyənlər, Şamın dinar və dirhəmlərinin cingiltisini eşidən kimi qılınclarını çəkərək onun xeyməsinə hücum eləyib qarət elədilər. Vicdansızlar hətta onun səccadəsi, əmmaməsi və ayaqlarının altındakı kilimi belə apardılar. Bu insanların əhvalatı Samirinin buzovu və İsrail övladlarının tamağı haqqındakı əhvalata bənzəyir. Bu insanlar, hər bir ümmətin bir bəlası var və mənim ümmətimin bəlası da var dövlət hədisinin məzmununun bariz nümunələridir. İmam Müştəbaya edilən cəfa qiyamətə qədər lənətlənərək məzəmmət ediləcəkdir.
Bu vəfasızlıq və satqınlıq müsibətin hamısı deyil. Dünən gecə Mədainin Sabat adlı yerində xəvaricli bir nəfər xəncəri ilə Peyğəmbər övladını ayağından yaralayıbdı. Mədain bugün Müstəfa bağçasının çox gözəl bir gülünü qarşılamışdı. Nəbadə attığınız yanlış addımla mənfur küfəlilər kimi mədainlərin də alına ləkə yazasınız, Nəbadə. Düşmənin hiləsini dəf eləyincəyə qədər qəzəb atınız və nadanlıq dəvənizin cilovunu əldə möhkəm saxlayın. Şamdakı Muaviyə və Əmr-As adlı hiləgər kələkbazların gözə görünməyən əskərləri sizin paltarlarınızı geyinərək qəsdən ərəblə əcəmi, əməvilərlə ələviləri bir-birinin canına salmaqla Mədaini Peyğəmbər övladı üçün təhlükəli bir yerə çevirmişlər. Qardaşlar, bu kişi İmam Əli tərəfindən rəhbər təyin edilmiş və İmam Müçtəba da onu bu vəzifədə saxlamışdı. Ondan zəmbil toxumaqla dolanan, yun libasda gəzən Mədain hakimi Salman Farsinin ətrini alırıq. Odur ki, tövsiyələrini canla başla qəbul eləyin. Cənab rəhbər, biz döyüşməyə və canımızı qurban verməyə gəlmişik. Nə eləməli olduğumuzu söylə. Məmurlara əmniyyəti təmin etməkdə mane olmamaq üçün küçələrə, meydanlara çox toplaşmayın. Xüsusilə də hökumət sarayının qarşısına yığışmaqdan çəkinin. Növhə bağlaşma yerinə dualar, mübahisələr yerinə isə səbr eləyin. Çünki Allah Taala səbr eləyənlərlədir. Qardaşlar, dua eləyin. Ey dara düşənin çağırdığı an, onun duasına cavab verən, dadımıza yetiş. Hənnanə, bir yerdə qərar tutub dayana bilmirsən, yoxsa borcun var? Narahatam Səlimə. Ürəyim sənin tutduğun o sirkə sarımsaq kimi qaynayır. Ürəyin narahatdırsa, turşuya da əl vurursansa demək hamiləsən. Ömərlə siqa eləmisən. Saçların ağarıb, hələ də bu həyən yoxdur. Ömərə mən süt vermişəm. Mənə haramdır. Haram? Yoxsa sənin üçün haramla həlalın fərqi var? Hənnanə xala. Gəlmisən canım? Sənə görə narahat idim. Niyə gec gəldin? Bilirsən şəhərdə necə tufan qopub, elə bil zəlzələ baş verib. Düzdür, zəlzələ baş verib ömrüm. Zəlzələ olub. Ərəb xəlifəsi əcəmlərin şəhərində yaralıdırsa, deməli zəlzələdir. Soyğunçuların əlinə keçəcəyindən narahat idim. Keçdim. Bir əcəm bilərziklərimi almaq istəyirdi. Kasanı onun başında sındırdım. Nə? De Hənnanə canı. Sənin canın üçün. Doğrudan da şir ürəyi yemisən qızım. Mən əcəmləri öldürən sərkərdənin qızıyam. Qüdrətli sərkərdənin qızıyam. Əbu Ubeyd Səqəfinin qızıyam. Muxtarın bacısıyam.
Əgər toyuq ürəkli olsaydım, indiyə qədər ətrafımda azından 10 cücə cikkildiyərdi. Bəs nə? Əbəs yerə Ömər ibn Səd ətrafında qanat çalmır ki. Haqlısan qızım. Sənin kimi dişi aslanı ovlamaq böyük cəsarət istəyir. Yadından çıxarma ki, cavan dişi aslan həmişə ovunu özü seçir. Təslim xala qurban, mən lovğalanmağa gəlməmişəm. Ömərdən xəbər var. Eşidirəm səni fitnəkar xala. Gəl. Bunu bil ki, yalnız Həsən ibn Əlinin başı sən və Öməri muradına çatdıra bilər. Ömər İraqın padşahı olar, sənsə padşah arvadı. Ömər necə də hiləgər imiş. Olmaya Həsənin başını kəsməyi məndən gözləyir. Məni naümid eləmə cariyə. Muaviyyənin verdiyi vəddən sonra çoxları Həsənin başına tama salıb. Nə sən Həsənin başını kəsəcəksən, nə də Ömər. Yüzlərlə İbn Mülcəmlər növbəyə durub. İndi mən neynəməliyəm? Qardaşın Muxtarın meydana daxil olmaması üçün əlindən gələn elə. Muxtar meydana daxil olmayacaq. Əmin təkid eləsə necə? Biraz əvvəl əmin buna təkid elədi, amma Muxtar razılaşmadı. Bu dəfə vəziyyət biraz fərqlidir cariyə. Ola bilsin ki, Həsənin məzlumiyyətini və tənhalığını görüb dözməsin. Muxtar meydana atılmaq istəsə, bəs onda mən onun qarşısını necə ala bilərəm? Əziz qardaşın arvadı Nariyənin köməyi ilə. Muxtarın Nariyəni necə sevməsi hələ də dillər əzbəridir. Sən Nariyəni başa salırsan, Nariyə Muxtarın qulağına eşq nəğməsi oxuyur, Muxtarın isə ayağı büdrəyir. Nariyə mənimlə həmfikirdir. Onda hər şey əladır ərəb şahının arvadı. Necə də möhtəşəm toy olacaq. Hənnanə, kəsdin, tikdin, toy paltarı da aldın. Belə mübarək olsun. Bəs bizim şirinliyimiz hanı? Sənin murdar qulaqların zəhərli dilindən də itidir. Toydan başqa nə eşitdin? Tövbə. Əgər toydan başqa bir söz eşitmişəmsə, mənim qulaqlarım qurd salsın. Şirinlik. Al. Səlimə, mən ümid eləyirəm ki, sən bir şey eşitmədin. Əgər xəbərçilik eləyib bir kəlmə ağzından çıxsa, bil ki, Ömər sənin dilini və qulaqlarını itlərə yem eləyər. Peyğəmbər əhli beytini sevənlərin gözü uca olan Allahdan sonra yalnız sizə dikilib həkim. Əlinizdən gələni əsirgəməyin. İlahi, bizi Peyğəmbərin yanında xəcil etmə. İlahi, amin. Sərdar, o bu diyarın ən məşhur, ən adlı sanlı həkimlərindən biridir. Möcüzə yaradan, təvazökar, əli yüngül, nəfəsi də yaxşıdır. Cəsarətimə görə üzr istəyirəm əmir. Şam canavarları haqqında belə bir məsəl var. İlahinin bal adlı iksiri varsa, onların da öldürücü zəhəri var. Həmin zəhərin bir damcısı isə malik əşləri yerə sərdi.
İmamın sizin özünüzə inamı sonsuzdur. Mübarək dilindən eşitdim ki, siz Dəməşqin şirinlikləndirici, cəzbedici vəsvəsələri qarşısında möhkəm bir bənd kimisiz. Amma mən ətrafdakılarına görə narahatam. Xəbəriniz olsun ki, Muaviyyə imamın başı üçün 1000 şam dinarı və qızlarından birini söz verib. Qorxuram. Qorxuram, əmir, Allah eləməmiş kimsə Muaviyyənin sözlərindən həvəsə düşüb bu saraya sızaraq. Dilim lal olsun. Həmin zəhərdən bir damcı imamın yeməyi və ya məlhəminə tökmüş olar. Haqlısan cavan. İmam bu 2 ay ərzində tamahkar, vəfasız dostları tərəfindən çox zərbələr alıb. O etibarlı bir həkimdir, Sərdar. Narahat olma. İmamın yeməyinə başından xəyanət fikir keçməsin deyə ilk öncə aşbaza yedizdirərik. Sarayın hər tərəfdən mühafizəsini isə mənim etibarlı qardaşım oğlu Muxtara tapşıraram. Allah sizi qərib və xar eləməsin, əmir. Mən imamı müşahidə eləyənlərin işləri ilə məşğul olmağa gedirəm. Sənsə bu otaqdan heç yerə ayrıl. Bir şərtlə, mənim işimə müdaxilə eləməsin. Nəsə olub? Gözlərimin önündə mənzərə canlandı. Həkimin imamı vuran şəxs olduğunu təsəvvür elədim. Deməli, kimisə sənə nəzarət eləmək üçün tapşırmalıyam, Sərdar. Mən tərəfdən arxayın olun, əmir. Tədricən özümə əl almağa və qorxunu uzaqlaşdırmağa çalışacağam. Qızdırman çoxdur. Bu nədir? Bütün bədənin od içində yanır, Sərdar. Yanıram. Bütün bu namərdliklərə görə od tutub yanıram. Yanıram. Biraz soyuq su gətirin, kömək eləyin. Ayaqqabılarını ayağından çıxar, qardaş. Bədənindən döyüş sirehini də çıxarın. Ayaqlarını yuyun. Bilirdim ki, gələcəksən. Gəldim, amma qılınçsız. Bəs qılıncınla nə vaxt saziş bağlayacaqsan, Muxtar? Sənin kimisi ağlın deyil, ürəyin hökmü ilə hərəkət edənə qədər mənim qılıncım qınında qalacaq. Çox dəyişmisən, Əbu İshaq. Daha ağıllanmışam ki, yan. Mən bundan sonra ürəklə deyil, ağlımla hərəkət eləmək istəyirəm. Qüdrətin qayda qanunları ilə paklığın qayda qanunları fərqlidir. Tədbirsiz döyüşə atılan rəhbərin, özünün də, qoşununun da qana hədər gedər. Sən yanlış düşüncələrin əsrinə çevrilmisən, Əbu İshaq. Bir sərkərdə qılıncını qınına qoyub əvvəlcədən taleyi məlum olan döyüşə getmirsə, bu şeytana əsir olmaq deyil. İntihardan qaçmaqdır. Qur'anın buyurduğu kimi öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Döyüşə getmək üçün yaraq götürdükdə təhlükəni sizə söyləmişdim, amma nə sən, nə də imamın məni dinləmədiniz. Bir dəstə beyyət sındıran Küfəlinin sözlərinə inanmışdınız. Sel vaxtı tuluq qoltuğunu almaq yerinə ayını qucaqlayan biçarə, bədbəxt insana bənzirdiniz. Mən bundan sonra yalnız özüm hücum əmri verdiyim zaman qılıncımı qınından çıxaracağam.
Muxtar, haralarda olduğunu bilmək olar? Biçim vaxtıdır əmican. Buğda biçirdim. Allaha şükürlər olsun ki, bu il yaxşı məhsul əldə eləmişik. Mən heç cür başa düşə bilmirəm. Ələvilərin ölüm-dirim mübarizəsi apardıqları, fitnəkarlığın baş alıb getdiyi belə bir dövrdə sən necə başını tıspağa kimi qınına soxub əkin biçinlə məşğul ola bilirsən? Ay. Kiyan, mənə de görüm sən bizim əkinçiyə imamın yaralandığı haqda danışmısan? Bəli, əmir. Ümidvaram buğda biçinindən aldığı ləzzət düzgün eşitməyinə mane olmayıb. İmamımız necədir, əmir? Dərin yaradı Kiyan. Zərbə güclü olduğundan sümüyə qədər nüfuz etmişdi. Amma şükürlər olsun ki, xəncər zəhərli deyilmiş. Hörmətsizliyi olmasın, əmican. Mənlə elə rəftar eləyirsiniz ki, sanki Allah eləməmiş böyük bir günah sahibiyəm. Halal yolla ruzu qazanmaq, Allah yolunda cihad eləməkdən geri qalmır. Mən şükürlər olsun Allaha ki, torpaq ilə döyüşərkən, bəzi Allah yolunda döyüşənlər kimi nəticəsiz qalmadım. Ruzi üçün çalışmaq adi vaxt mübarizənin bir növüdür. Amma bir dəstə dəhrə götürüb dinini kökündən kəsmək istədiyi zaman bu mübarizə yararsızdır. İmamın Ağ Saraya niyə gəldiyini bilirsənmi, Muxtar? Bəli, bilirəm. Niyə gəlib? Sizə inandığına görə bura gəlib. Mərhaba. İmamın cisminə və ruhuna dəyən saysız hesabsız yaralardan sonra məhz bizi özünə ən yaxın hesab eləyərək bura yanımıza gəlməsi bizim üçün olduqca böyük məsuliyyətdir. Hazırda biz Peyğəmbərin əhl-i beyti ilə eyni cərgədəyik. Bəs bu yaxınlıq etibarı tarla bəhanəsi ilə zay eləməyə heyfin gəlmir? Mənim əlimdən nə gəlir ki? Düşməni arxa çevirmə, meydana çıx, döyüş paltarı geyin, əlini qılıncının dəstəyinə at. Qoca əminlə birlikdə çiyin-çiyinə verərək Allahın yardımı ilə şeytanların hiləsini iflasa uğrat. Hal-hazırda qarşımızdakı düşməni məhv eləmək üçün cahilliyin boynunu vura biləcək qılınc lazımdır. Mənim isə belə qılıncım yoxdur. Yəni, yenə də cihad hökmündən boyun qaçırmaq istəyirsən? Özü də imamın sənə, sən Muxtara doğru yardım əli uzatdığı zaman. Əmican, mən 13 yaşlı bir yeniyetmə olarkən atam öldürüldü. Siz məni böyüdüb boya başa çatdırdığınız üçün boynumda atalıq haqqına sahibsiz. Ədəb-ərkana və şəriyyət hökmünə görə sizin əmrlərinizə sözsüz itaət eləməliyəm. Amma rica eləyirəm ki, mənimlə başa düşə biləcəyim tərzdə danışın. Mənim 40 yaşım var. Yeniyetmə yaşından qılınc ilə böyüyən şəxs döyüş meydanını tərk eləməyi özünə ar bilər. Amma döyüşün də özünə məxsus qayda qanunları var. Tərəzidə qızıl varsa, qoldakı gücə bərabərdir. Şeytanın da bugün çoxlu qızılı vardır, əmican, qızılı. Belə bir döyüşə girmək yanlış olduğu kimi, onu davam elətdirmək məncə ondan da yanlışdır. Şeytanın şərindən Allaha pənah aparıram. Sanki şeytanın dili ilə danışırsan, Muxtar. Elə danışırsan ki, sanki imam döyüş qayda qanunlarını qətiyyən bilmir və sənin qədər də düşmənini tanımamışdı. O məcbur qalıb döyüşə girdi, əzizim. Əli də Siffeyn döyüşündə qalib olduğu döyüşü buraxmağa məcbur olmuşdu. İmam bu insanlara onların cahilliyini başa salmaq üçün məğlubiyyət, qürbət və tənhalıqla qatlaşmalı oldu. And olsun Allaha, özünü kənara çəkməyini dünya malına bağlılıqla əsaslandırsaydın, bu mənim üçün imamın elminə şübhə etməkdən daha həzm edilən olardı. İlahi, bu şübhə hidayət yoxsa zəlalətin göstəricisidir. Mən ki ona haram tikə yedirtməmişəm. Bəs niyə? Niyə ömür ağacımı acı meyvə verir?
acı meyvə zəhərli meyvədən yaxşıdır. Mən əqidəmi səmimi surətdə çatdırmağa çalışdım. Günah sizdədir ki, mənə hiyləgərlik öyrətməmisiniz, əmican. Mən neynəməliyəm? De görüm, səmimi qəlbdən mənə kömək eləməyə hazırsan? Belə olmasaydı saraya gəlməzdim. Əmi, deyin görüm, mən neynəməliyəm? Muaviyə imamın başının əvəzinə 1000 qızıl Şam dinarı və öz qızlarından birini söz verib. Nə demək olduğunu anlayırsan? Bəli. Yəni bu vəddən sonra bir çoxlarının canına tamah düşüb. Yəni bu şəhər imam üçün təhlükəli yerə çevrilib. Bugündən etibarən sarayın hər bir xidmətçisi Muaviyə çuğullarının əskərlərinə çevrilə bilər. Bu qədər gizli düşməndən imamı necə qorumaq fikrindəsən? Çiynimizə ağır yük qoyulub. Çalış bu yükün altında qalmayaq, Muxtar. Səndən etibarlı kimsəni tanımıram. Eləklə ki, qiyamət günü Peyğəmbərin yanında xəcalətli qalmayaq. Nə düşünürsən, əzizim? Görəsən bu mümkündür, Hənnanə. Çünki Muxtar bir iş görməyə qalxsa, heç fil də qarşısını kəsə bilməz. Deməli, eşqi möcüzələrindən xəbərsizsən. Yalnız eşq kəndiri ilə Muxtar kimi aslanı yerə yıxmaq olar. Nariyənin gözlərindən yağan eşq oxları kütləşsə onda necə? Nariyə zəif qadın deyil, xala qurban. Onun rəqibləri çox olub. Bilirəm mən. Mən hələ də ona qarşı paxıllıq hissi ilə alışıb yanıram. Doğrudan? Sən də Muxtara aşiq olmuşdun, xala? Muxtar kimi cəngavər, qara gözlü ərəb qızlarının röyası olub və olmaqdadır. Ged əzizim, vaxt azdır. Nariyə de ki, əgər Muxtarın əl-ayağından kəndiri açsa, onu itirəcək. Gel görüm, biraz tərpən. Soyunları yığışdırıb gəlir. Salam. Yavaş.